Yazırsan ölürəm, min şükür, alqış. Nə yaxşı sevgidən ölən hələ var. Demək kişidən də mələk olarmış. Əzrail olanda axı nə olar? Bilmirəm dünyanın xoşbəxti deyim, bilmirəm dünyanın bədbəxti sənə. Düz istəmirəm xətrinə deyim. Cavab axtarıram nə vaxt sənə. Kimsə ayağını qoymaz içəri, könlümün keşiyim balam çəkirsə. Sevgi ötən gündür məndən ötəri. Sən məni sevməklə dala çəkirsən. Cavab məktubumda sözlər baş ayaq, bir ucdan yazılır, pozulur elə. Qorxuram öləsən, sevgi yaşaya. Qorxuram qalasan, məhəbbət ola. Müasir Azərbaycan şairi, əməkdar jurnalist, hamımızın sevimlisi Qulu Aksəs. Ahəngin yeni buraxılışında xoş gördük sizi. Əhvalınız necədir? Çox sağ olun, təşəkkür edirəm. Əvvəl onu deyim ki, mən doğma məkandayam. Bunun niyəsini deməyə ehtiyac yoxdur, çünki mənim hələ iş yoldaşlarım Az TV-də öz fəaliyyətlərini davam elətdirirlər. Bura mənim köyün iş yerimdir. Ahəngə gəlincə, mən ümumiyyətlə adların mistikasına inanırım. Və onun da bir sirri də açmaq istəyirəm. Buradakı müxtəlif qanunlar var dünyada və ən çox qanun pozmağa da ən çox meyilli olan qələm adamları, onların da başında şairlər durur. Biri də sizin qarşınızdadır. Amma bizim yeganə pozmadığımız qanun var, bu ahəng qanunudur. Biz onu nəinki pozmur, biz nəinki ona riayət edirik, biz həm də onun yaradıcılarıyıq. Ona görə də ahəng verilişində insan özün, şair özün necə hiss edə bilir? İstərdim keçmişə qayıdaq, uşaqlıq illərinizdən. Şairliyə atdığınız addımlardan danışaq. Addım demişkən, əvvəl onu deyim ki, mən şeiri daha çox, əlimdən daha çox ayaqlarımla yazıram. Məhz elə ədəbiyyata da ayaq atıb gəlmişəm mən. Bir neçə kilometr qət eləmədən heç nə yaza bilmirəm. O şeirin havası bəzilərinin başına, başqa bir qələm adamlarının ürəyinə, mənimsə dizlərimə vurur. Əgər yeriyirəmsə, özü yeriyən adam deyirəm, amma yazmaq məni yeriməyə vadar edir. Mən ümumiyyətlə təkrarı sevməyən adamam. Birincisi müsahibədə doğulduğum ili və məkanı ayrı-ayrı yerlər demişəm. Bu da böyük narazılıq və haykü yaradıb. Qohumlar, qonşular, hətta məni yerimi danmaqda, sinif yoldaşlarım ilimi danmaqda məni ittiham ediblər, haqlıdırlar. Mən həmişə eyni yerdə doğulmaqdan və eyni ildə doğulmaqdan bezən adamam. Və ona görə də ovqatımdan asılı olaraq dünyanın müxtəlif məkanlarında və müxtəlif zamanlarında doğulmağa üstünlük verirəm. Qulu müəllim, istərdim ilk yazdığınız şeiri yadınıza salasınız. Lap ilk yazdığım şeir, ilk dəfə yazdığım şeir Moskvaya ithaf eləmişdim və Moskvanı görməmişdim. Mən ümumiyyətlə görmədiyim əraziləri, yerləri yazıram adətən. Ədəbiyyatın bir missiyası da görmədiyi yerləri gəzib dolaşmaqdır. Çünki ədəbiyyat mənim üçün həm də bir yuxudur. Bilirsiniz, bəzən məndən soruşurlar ki, bir ay sonra nə yazacaqsınız? Deyirəm, siz axşam yatanda nə yuxu görəcəksiniz? Yəni, mən hardan belə bilərəm? Hətta yuxu görəcəm, heç bəlkə yatmayacaq. Ona görə sabaha yazı planları deyə bir planım yoxdur. Şiir bir təbiət hadisəsi kimi olmalıdır. O qəfil səni çulğalamalıdır və mən də bilirəm ki, o illərdə də o kiçik bir hadisə, təbiət hadisəsi mənim başıma gəldi ki, mən ilk dəfə Moskva haqqında şeir yazdım və sonra yenə də görmədiyim yerlər haqqında, görmədiyim adamlar haqqında və sevmədən sevgi haqqında nə qədər şeirlər yazdım. Halbuki sevmirdim onu da. Və ədəbiyyat mənim əlimdən tutub, məni bir çox yerləri gəzdirdi. Canım gözüm, şükür de ki, ölsən də başın üstəki pəmbə buluddur, daş deyil. Sevməyi var, saçmağı var,
Baxma hərdən uçmağa var. Ürək yuvadır, quş deyil. Neyniyərəm görən sənsiz? Ha istədim öləm sənsiz, baxdım ki, mənli iş deyil. Bu da mənim baxtımdandır. Gözüm Tanrı taxtındadır, onun da yeri boş deyil. Çox gözəl. Qul müəllim, hansı şairin ruhu sizə yaxındır? Mən şeir zövqüm və sevdiyim şairlər ovqata uyğun olaraq dəyişir. Görürsünüz ki, birdən klassikadan ilhamlanıram, birdən 20-ci əsr Azərbaycan ədəbiyyatının ədəblərini oxuyuram və birdən də yeni çap olunmuş gəncləri oxuyuram və bu mənə demək olar ki, çox böyük mənəvi qida verir. Daha çox indi gəncləri oxuyuram və onlardan zövq alıram. Çünki köhnələri oxumuşuq zaman-zaman, amma onların nə dediyini bilirik, amma gənclərin nə dediyini bilmirsən deyə, həm də bu mənim biraz da vəzifə borcumdur, redaktor olaraq, gənc jurnal redaktor olaraq. Mən gəncləri daha çox mütaliə edirəm və onları sevirəm. Olubmu ki, yazıb bitirdiyiniz şeiri bir neçə müddət sonra dəyişmək istəmisiniz? Mənim əgər kitabda burada saymamışam neçə şeirim var, əgər 100-dürsə, onu 1000 hesablasın oxucular. Hər bir şeirin 10 versiyası var və mənim kitabımdakı şeirləri toplayanda mən əl yazma yazıram. Orada bir çoxları mən üzündən oxuyub qutara bilmədim. O qədər dəyişmişəm ki, bilmədim orada nə yazmışam. Yəni bu, yəqin ki, heç kim də onu oxuyub başa düşə bilməz. Mənə gəlir ki, yəni biz onun içindən dueldən qalib gələn variantı götürməliyik. Yəni bir şeirin, hər bir şeirin alternativ olmalıdır. Mən sona qədər nə yazdığımı, şeirin sonunda nə olacağımı bilmirəm. Nə yazacağımı da bilmirəm. Hətta kitabımın da sonunda belə olacağını əvvəlcədən mən planlaşdırmamışdım. Başqa bir üz qabığı, içərisini ayrı cür nəzərdə tutmuşdum. Mənə gəlir ki, yaradıcılıq məhz gözlənilməzliklə gözəldir. Yığışıb qarama 100 söz deyərlər. Bu boyda millətə nə cavab verir? Bilsələr, qanıma yerikləyərlər. Səni sevdiyimi sevməliyəm. Bir qız bir oğlana çox uymuş demə. Sevdim təhlənəsən, çoxaldın gülüm. Açdım ürəyimi yoldan ötənə, təki oradan səni çıxardım gülüm. Digəl bacarmadı. Düzünü desəm, özün tərpənmədən rahat yerindən. Kül ixtiyarsan, nə vaxt istəsən oynat, ağlımı da oynat yerindən. Bunu bir mən bilim, bir də sən ancaq. Ölüncə bu gözəl sir bəsimizdir. Bizə nə yurt versin, nə yuva Allah. Sənə ayırdığım yer bəsimizdir.